Salam hörmətli izləyicilərimiz, sizləri salamlayıram Hövsandan Prokuratura bağları. Bağ evi, super, şəxsi tikili, gözəl. Dəyərli izləyicilərimiz, həyətlə tanış olaq. İlk öncə, gördüyünüz kimi həyətə girəndə solda gözəl bağımız var bizim burada. Müxtəlif meyvə ağacları var, çox gözəl yerdə yerləşir, havası təmiz. Qardaşın özü super dizayn işləri verib həyət üçün. Burada bizim belə bir əlavə olaraq maşın qarajımız var və üstündə də gördüyünüz kimi ofis qardaş yaradıb. Yəni bu evə aiddir, o da kupçaya aiddir, kupçası da var. Yəni gördüyünüz hər bir nöqtənin kupçası var dəyərli izləyicilərimiz. Və burada da bir geniş əl damı kimi maşın salmaq üçün qaraj, yəni ki həyət evdə yəni hər şeyə yararlıdır gördüyünüz kimi. Evin də arxasında var, əlavə su çəni var və yeraltı baseynası var, şirin su. Hər bir şərait var. Keçək evin digər tərəfindən və evin içinə tanış olaq. Hövsan qəsəbəsi, bağlar massivi, prokuratura bağları gedir bura. Torpağın və evin kupçası var. Bu gözəl evimizin üz görünüşü, hörmətli izləyicilərimiz. Yəni belə bir ev həqiqətən nadir tapıntıdır. Bu fürsətdən yararlanın. Evin üz görünüşünü görəcək, çəkəyə zəhmət olmasın. Xırdapara təyinli işləri qalıb. Yəni inşallah ki, real müştərimiz gələcək biz tərəfdən. Ev sahibi gözəl indirim edəcək Allahın iznilə. Və burada da belə bir beton seçkə verib qardaş. Yəqin ki, gələcəkdə fikirləş ki, bir seçkə düzəltsin həyat üçün, oturub durmaq üçün söhbətgah. Və evin yan hissəsi də var. Kapıya qardaşım buranı çəksin. Evin yan hissəsi də var və plus evin arxasında bir dənə böyük əl damısı var. O veşləri yığmaq üçün. Keçə oranı çəkmək lazımdır çünki içində doldu veşlə. Və daxil olaq evimizin içinə. Nadir tapıntı axtardıq bağ evi. Bu da bizim bağ evi. Sezon başlayıb əsl şəhərdən uzaqlaşırsan, sakit bir yerdə yerləşir Hövsanda. Antalya restoranına çatanda sola dönürsən, prokuratura bağlar gedir. Geniş koridor, 135 kvadrat tanesi, 130 kvadrat, kupçada qeyd olunub. Sağda bizim gözəl xunamız yerləşir. Sadəcə olan mebel yox, mebel yığılmayıb. Qardaş, kuxan tez zəhmət olsun. Genişlik qaydasında həqiqətən. Kvadratlı yekə, böyük. Və burada isə hamam, sanitar qovşağımız yerləşir. Təmiri yaxşıdır. Burada da bizim bir digər yataq otağımız yerləşir. Genişlik maşallah həqiqətən çox böyükdür. Ev şəxsi tikili evdir, şəxsi proyektdə tikili və digər yataq otağımız burada yerləşir. Və sonuncu olaraq sizləri tanış edək qonaq otağı ilə. Burada da bizim qonaq otağımız yerləşir. Qəşəng aboylarla bəzədilib, divarlarda dizayn işləri görülüb, gördüyünüz kimi qardaş, bunlar da çək zəhmət olmasın. Evin aurası gözəldir, ətraf yaşayışdır, həqiqətən. Gözəl bağ evidir, həyət yanı sahəsi 6 sotdan ibarətdir, dəyərli izləyicilərimiz. Hövsanda prokuratura bağlarında paket kupça, həm torpağın kupçası var, yaşayış məntəqələrdir, həm evin kupçası var. Bu gözəl evimizin start qiyməti ev sahibi tərəfindən 142 min manata deyilir. İnşallah real alıcımız gələcək, həyətdə gördüyünüz bağda oturub əyləşib, çay içəcək, Allahın iznilə xeyirləşəcək, real alıcımıza indirimdə olacaq. Allah satanın alında xeyir versin. Diqqətinizə görə təşəkkür edirik. Səhifəni bəyənin, gözəl izləyicilərimiz inşallah. Çox sağ olun.